ümumi göz müayinəsi dedikdə nə nəzərdə tutulur və bu müayinə nə vaxtdan həyata keçirilməlidir? Problem olsa da belə, olmasa da belə profilaktik ildə bir dəfə, 6 ayda bir müraciət etməlidir. İrsi göz xəstələri varmı ki? Yaxın izdivaclardan doğulan uşaqlarda irsi xəstəliklər tezliyi daha çoxdur. Katarakt da insanlarda necə müşahidə olunur və insanlar nə zaman həkimə müraciət etməlidir? 60 yaşından sonra baş qaldıra bilər. Bu gözün fizioloji qocalmasıdır. Ümumiyyətlə kataraktın müalicəsi var. Əlbəttə ki, yalnız və yalnız cərrahi əməliyyat. Çəpgözlüyün müalicəsi var. Çəpgözlüyün 3 cür müalicəsi var. Sizə müraciət edənlər yalnız Sumqayıt sakinləridir, yoxsa regionlardan da müraciətlərdir? Sumqayıt xəstəxanası uzun illərdən bəri də bütün bölgələrə xidmət göstərib. Hansı cərrahi əməliyyatlar icra olunur? Bütün əməliyyatlar icra olunur. Gözlər qəlbin aynasıdır. Hər vaxtınız xeyir əziz izləyicilər. Bugün vacib orqanlardan biri olan gözdən danışacağıq. Elə bu məqsədlə studiyamıza qonaq da dəvət edilmiş. Qonağımız Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli şəhər xəstəxanasının oftalmologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Leyla xanım Qəhrəmanovadır. Xoş gördük Leyla xanım. Sağ olun. Leyla xanım, ümumiyyətlə ümumi göz müayinəsi dedikdə nə nəzərdə tutulur və bu müayinə nə vaxtdan həyata keçirilməlidir? Uşaq doğulan kimi prenatal mərkəzlərdə pediatrlar gözə baxırlar. Əgər orada bir problem ya görürlərsə, dərhal göz həkiminə həmin uşağı göstərirlər. Adətən uşaq evinə yazılandan sonra 2 ayında, 6 ayında, 1 yaş yarımda, 3 yaşda, məktəbə getməmişdən qabaq 4 və 7, 12 yaşda uşaqdan gedirsə söhbət, onlar göz həkiminə müraciət etməlidir. Problem olsa da belə, olmasa da belə profilaktik deyilərək göz həkiminə valideynlər uşaqlarını gətirməlidir. Yəni mütəmadi müayinədən keçməlidir. O ki qaldı biz yaşlı adamlara, ya ola bilsin daha cavan adamlara. Əlbəttə ki, ildə bir dəfə, 6 ayda bir gözündə problem olmayan insanlar göz həkiminə müraciət etməlidir. Əgər gözdə problem varsa, bu həkimlə xəstənin arasında olan ünsiyyətə bağlıdır. Belə ki, elə vaxt olur ki, ildə 4 dəfə, elə vaxt olur ki, ayda bir dəfə, elə vaxt olur ki, əgər gözdə ciddi problem varsa, həftədə bir dəfə, 2 həftədən bir xəstələr göz həkiminə müraciət edir. Ümumiyyətlə, hər bir xəstəliklərdə irsi bir keçən faktor var. Var. İrsi göz xəstələri varmı? Əlbəttə ki. Yaxın izdivaclardan doğulan uşaqlarda irsi xəstəliklər tezliyi daha çoxdur. Ona bağlıdır ki, genetik xəstəliklər biz daşıyıcıyıq. Yaxın qohumlar əgər evlənirsə bir-biri ilə, onların uşaqlarında xəstəlik olma tezliyi artır. Genetik xəstəliklər çoxdur. Onların da gözdə yaratdığı qüsurlar da var. Bəzi genetik xəstəliklər bölgələrə də hətta bölünür. Elə bölgələr var ki, məsələn, Naxçıvan bölgəsi, orada göz xəstəliyi, keratokonus deyilən xəstəlik daha tezlikdə rast gəlinir. Tutaq, Zaqatala bölgəsində zoba bağlı olan xəstəliklər rast gəlinir. Bir də görürsünüz ki, ananın hamiləlik dövründə keçirdiyi infeksiyalar genetik xəstəliyə təkan verir və s. Sumqayıtda daha çox hansı xəstəliklər? 27 ildir ki, göz həkimiyəm. Sumqayıtdan olan xəstələrlə mən daha sıx ünsiyyətdə olmuşam və diqqətimi çəkən bir məqam var. Sumqayıt əhalisinə qara su deyilən qlaukoma xəstəliyi daha çox rast gəlinir. Bu nəyə bağlıdır? Ümumiyyətlə, Azərbaycanı götürsək, Qafqaz regionunu götürsək, bu xəstəlik bizdə irsidir, 40 yaşından sonra baş qaldıra bilər. Qara su qlaukoma xəstəliyi gözün təzyiqinin qalxmasıyla, gözün arxasında olan damarların tutulmasıyla, sinirin atrofiyası ilə, belə deyək, özünü bürüzə verir və biz bunu öz dilimizdə qara su elə belə qoymamışıq. Bu gözün qara ölümüdür. Bu koruğa gətirib çıxarda bilir. Əgər atanızda, ya ananızda, əmilərinizdə, yaxın qohumlarınızda qara su xəstəliyi olubsa, vaxt itirmədən 40 yaşından sonra əsasən də həkimə müraciət lazımdır. Əhali arasında digər ən çox yayılmış xəstəliklərdən də biri mirvari su kimi tanıdığımız kataraktdır. Ümumiyyətlə, katarakt da insanlarda necə müşahidə olunur və insanlar nə zaman həkimə müraciət etməlidir? Hansı narahatlıq hiss etməlidir? Mirvari suyu adətən 60 yaşından sonra baş qaldıra bilər. Bu gözün fizioloji qocalmasıdır. Gözün deyəndə bildurun kirəzləşməsi, kirəzləşmədən də sonra bulanması mirvari suyuna gətirib çıxardır. Tibbi dildə kataraktadır. Amma axır illərdə yəqin ki, bu ekologiya ilə, həyat tərzimizlə, bəzi xəstəliklərlə, əsasən də diabetin artması ilə mirvari suyu cavanlaşıb. Ona görə bir də görürsünüz ki,
cavan adamlarda da mirvari suyu, fəsadlaşmış mirvari suyu da müşahidə edirik. Xəstəliklər qorxuludurmu, yoxsa biz insanlar xəstəlikləri qorxulu edirik? Dünyada korluğun səbəbinin birinci yerində mirvari suyu durubsa, mirvari suyunu əməliyyat edərək, linza qoyaraq korluqdan azad edə bilir. Bəzən Azərbaycanda belə fikir formalaşır, müalicəsi var, yanlış fikirlər formalaşır. Ümumiyyətlə kataraktanın müalicəsi var. Əlbəttə ki. Kataraktanın müalicəsi yalnız və yalnız cərrahi əməliyyatdır. Bir də ki, nədənsə əhalidə bir yanlış fikir formalaşıb. Yetişdirim, gəlim, sonra əməliyyat olunur. 30 il, 40 il bundan əvvəl mirvari suyu yetişərdi, göz kəsilərdi, mirvari suyu oradan xaric olunardı, tikiş qoyulardı. Hal-hazırdakı faka emulsifikasiya xırda dəliklərdən mirvari suyu yetişmədən əgər bulanmağa başlayıbsa xaric olunur və ora linza implantı olunur. Yenə də tikişsiz. Bu əməliyyat tikişsiz icra olunmalıdır. Müraciətim əslində buradan olan insanlaradır. Yetişdirməyi gözləmək lazım deyil. Əgər sizə diaqnoz qoyulubsa və sizin görməniz işığa çıxanda pisləşirsə, eynək kömək etmirsə, bu o deməkdir ki, vaxtıdır göz həkiminə getmək və ola bilsin cərrahi əməliyyatla da bunu aradan qaldırmaq olur. Bir də görürsünüz ki, mirvari suyuna sən demə altdan qara su da qoşulub. Qara suyun müalicəsi əfsuslar olsun ki, biraz çətindir. Dərmanlar bir də görürsünüz köməklənmir. Əməliyyatlar edirik, əməliyyatlar da ola bilsin köməklənmir. Çünki sinirin ölməsinin qabağını almaq olmur. Qara su xəstəliyin profilaktikası var. Müalicəsi də gedişatını zəiflətmək və korluğun qabağını almaq, heç olmasa belə deyək də zaman qazandırmaqdır xəstəyə. Bunun da səbəbi odur ki, xəstələr vaxtında göz həkiminə müraciət etməlidir. Çox yaxşı haldır ki, icbari tibbi sığortanın xidmətlər zərfinə bütün göz müayinələri və əməliyyatları daxildir. Xəstələrin tam təmənnasız xəstəxanalara, dövlət xəstəxanalarına müraciəti də çoxalıb. Əgər xəstələr vaxtında həkimə gəlirsə və diaqnoz qoyulursa, çox şeyin qabağını almaq olur. Yaxşı olardı ki, profilaktika ilə məşğul olaq. Amma hal-hazırda biz görürük ki, biz xəstələrin fəsadlaşmış göz xəstəliklərinin ardınca qaçırıq. Yəni cərrahi əməliyyatlar daha çoxdur, nəinki profilaktika. Bunu demək istəyirsiniz? Bəli. Cərrahi əməliyyat sayı artıb. Çünki xəstə gözləyir, yetişdirir. Ona elə gəlir ki, belə daha yaxşıdır. 40 il bundan qabaq, 50 il bundan qabaq texnologiyalar bu qədər müasir deyil. Və biz kiçik dəliklərdən yox, biz gözü yarısını kəsərək o biluru oradan xaric edirdik. Hal-hazırda fako deyilən üsulla xırda dəliklərdən bilur xaric oluna bilir. Əfsuslar olsun ki, Sumqayıtda bir də görürsünüz ki, elə vəziyyətdə xəstə müraciət edir ki, onun gözünə fako yox, açıq əməliyyat biluru o qədər yetişdirib, daşlaşdırıb ki, onu lazer götürmür, məcbur oluruq gözü açaq, o biluru oradan xaric edək. Belə hallarımız da çoxlaşır. Məsələn, əgər həftəyə 40-a yaxın əməliyyat icra olunursa, onların heç olmasa bir 5-6-sı həmin açıq əməliyyata düçardır, çünki gözü fəsadlaşdırıb. Digər hansı xəstəliklər var daha çox? Diabet. Gözdən var. Diabetin gözdə yaradan fəsadlarıdır. Azərbaycanda diabet çoxalıb. Bu ona görədir ki, bizim həm oturaq həyat tərzimiz, həddindən artıq kilolu olmağımız, düzgün qidalanmamağımız gətirir diabetə çıxardır. Şəkərli diabet də belədir ki, gözdə fəsad yaradır. Gözü hədəf orqan kimi seçir. Və mən elə gəlir ki, əgər kataraktadan danışdıqsa, glaukomadan da danışdıqsa, qara sudan, şəkərli diabetin gözdə yaratdığı fəsadlarda əfsuslar olsun, əgər gözdə başlayırsa qaçılmaz. Təəssüflər olsun ki, bəzi təhsil müəssisələrində gözlüklü şagirdləri, eynəkli şagirdlər çox rastlayır. Ümumiyyətlə, bunun qarşısının alınması üçün, daha az səviyyə çatdırılması üçün insanlar, şagirdlər dərs oxuyanda gözlə bağlı nələrə diqqət etməlidir? İndiki əsr qaçıtlar əsridir. Yoxsa texnologiyalar bunu bu səviyyəyə gətirib çıxarır? Belə həyat tərzi. Uşaqlar üçün indi hal-hazırda gadgetlər, kompüter, televizor, telefon həyat tərzidir. 3 yaşına qədər uşaq telefona, televizora ümumiyyətlə baxmamalıdır. Amma ətrafda görürük ki, valideyn yemək yedizdirmək üçün telefonu qoyur, cizgi filminə baxdırır və o yeməyi ona yedizdirir. Bəzən işin görmək üçün də. Amma bəli, işin görmək üçün. 6 yaşından niyə uşaqlar məktəbə gedirdi Sovet vaxtı? Ona görə idi ki, tam 6 yaşında uşağın gözü formalaşıb, böyük insanın gözünə uyğundur və bu göz yazı pozmağa hazırdır. Amma biz bunu görmürük. 4 yaşından da bir də görürsünüz ki, azadlıq qrupları var, əllərində telefon, planşetlər
və ona görə də gözün əgər əzələsi tam formalaşmayıbsa, gözün içindəki mexanizmlər tam formalaşmayıbsa, yaxın görmə yaxşılaşır, uzaq görmə pisləşir. Ona görə də ətrafımızda eynək geyinən uşaqların sayı artır. Məktəblər profilaktik aparmalıdır. Hər 20 dəqiqədən bir uşaqlar istirahət eləməlidirlər. İzafi onları gadgetlarla, telefonlarla yormamalıdırlar. Elektron lövhələr yaxşı bir şeydir, amma deyim ki, sizə bəzən standartlara uyğun deyil. Uşaqlar təmiz havada çox olmalıdırlar. Fiziki tərbiyəyə müəllimlər üstünlük verməlidirlər. Vitamin D-nin və kalsiyinin qanda da, sən demə, qabaq məsələn buna fikir vermirdik, sən demə önəmi çoxdur. Vitamin D uşaqların qanında normada olmalıdır. Amma analar düşünür ki, vitamin D-ni aldım, verdimsə, uşaq içdi, o demək hər şey normaldır. Əslində dünyada hər yerində belədir ki, uşaq qanda vitamin çatmamazlığı yaşayırsa, qan analizi olunub, ona uyğun vitaminlər təyin olmalıdır. Amma bizdə bu kontrolsüz. Çəpgözlüyün müalicəsi var. Çəpgözlüyün 3 cür müalicəsi var və qeyd etmək istəyirəm ki, çəpgözlüyü müalicə edən ancaq və ancaq göz həkimləridir. Çəpgözlüyə görə nevropatoloqa müraciət etməyin, valideynlər özümü tuturam. Dərmanlar uşaqlarınıza qəbul etdirməyin. Çünki bəzən bəsit bir eynək, oftalmoloqun müayinəsi sizi çəpgözlükdən azad edə bilir. İkinci yerdə çəpgözlük müalicəsində əlbəttə ki, cərrahi əməliyyat dayanır. Gözlərinin fərqli görməsini aradan qaldırandan sonra çəpgözlüyü də cərrahi əməliyyatla aradan qaldırmaq olur. Bir də görürsünüz ki, çəpgözlüyün növləri var. Yalançı çəpgözlük də ola bilər olsun. Bunda biz belə uşaqları müşahidə altında saxlayırıq və zamana buraxırıq. Uzun illərdən sonra bu yaxınlarda çəpgözlüklə bağlı uşağın üzərindən bir əməliyyat həyata keçirdiniz. Bəli. Ümumiyyətlə, oftalmologiya şöbəsinə rəhbərlik edirsiniz. Sizə müraciət edənlər yalnız Sumqayıt sakinləridir, yoxsa regionlardan da müraciətlər var? Ümumiyyətlə, Sumqayıt xəstəxanası uzun illərdən bəri də bütün bölgələrə xidmət göstərib. Hazırda 2 nömrəli şəhər xəstəxanasının oftalmologiya şöbəsində hansı cərrahi əməliyyatlar icra olunur? Bu barədə zəhmət olsun. İcbari tibbi sığortanın çərçivəsində bütün əməliyyatlar icra olunur. Torlu qışa əməliyyatları xarici. Torlu qışa əməliyyatları icbari tibbi sığortanın xidmətlər zərfinə hələ ki daxil deyillər. Nə vaxtsa daxil olacaqlar, onları da inşallah icra edəcəyik. Hal-hazırda qlaukoma, katarakta, çəpgözlük, gözün üstü pərdə gəlməsi, qapaq problemləri, ümumiyyətlə bunlar. Bir də ki, göz daxili inyeksiyalar. Diabetdə bilirsiniz də, gözdə fəsadlar yaranır. Onlara qaradan qaldırmaq üçün demək olar ki, çox sayda əməliyyatlar və müalicə metodları tətbiq olunur. Bu üçün hədəfləriniz nədir? Hədəflərim bilirsiniz nədir? Əhalini maarifləndirməkdir. İşimiz həddindən artıq çoxdur. Onlar xəstəliyin toyan elədiyi vaxtda bizə müraciət etməsinlər. Sadəcə profilaktika üçün gəlsinlər, uşaqlarını gətirsinlər. Vətəndaşlara müraciət edirsiniz ki, uşaq yaşlı əhali də 2 nömrəli xəstəxana oftalmologiya şöbəsinə müraciət edir. Əlbəttə ki, çünki mən özümdə uşaq oftalmoloquyam, həmçinin uşaq oftalmoloq olduğuma görə uşaqlara da baxırıq. Əhali ilə pasiyentlə tibbi personal çalışır. Bəli. Hazırda rəhbərlik etdiyiniz şöbədə tibbi personalın peşəkarlığı hansı səviyyədədir və peşəkarlığın artırılması üçün hansı işlər görülür? Kurslar da var, imtahanlar da verir, ildə bir dəfə. Qənaət bəxşdir əslində. Xəstə sayı çox olan xəstəxanalarda professionalizm həmişə yüksək səviyyədə olur. İndi çalışıram əlimdən gələni edeyim ki, vətəndaş bizdən razı getsin. Həm oftalmoloqsuz, həm də cərrahi əməliyyatlar həyata keçirirsiniz. Leyla Qəhrəmanova olaraq 2025-ci ildə hədəfiniz nədir? Hədəfim əslində xəstələrə daha keyfiyyətli xidmət göstərmək. Çalışıram ki, etdiyimiz əməliyyatlar fəsadsız keçsin. Buna görə sağ olsun rəhbərliyimiz də çox böyük dəstək edir. Mən gələndən yeni cihazlar da nəzərdə tutulub ki, verilir də. Alətlərimiz də yenilənir. Linzalar dəstəyi də var, bilirsiniz. İcbari tibbi sığortanın verdiyi xidmətlər zərfi. Linzadan söz düşmüşkən, xahiş edirəm qeyd edərdiniz hansı linzalarla icbari tibbi sığorta çərçivəsində sizin şöbə təmin olunur və o xidmətlər vətəndaşlara göstərilir. Amerikan linzaları bilirsiniz dünyada liderdir. Sağ olsun ki, icbari tibbi sığorta onu bizi ümumiyyətlə təminatlı icbari tibbi sığorta çərçivəsində vətəndaşın gözünə linza qoyulur. Ən bahalı linzada belə əgər gözdə problem varsa, görməni qaytarmaya bilər. Ümumiyyətlə vətəndaşların şikayətləri nədir? Vətəndaşın həkimdən bir gözləntisi var.
O elə bilirsə, əməliyyat olundusa, linza qoyuldusa, %100 18 yaşında görməsini bərpa edəcək. Erkən diaqnostika ediriksə və xəstəyə başa salırıq ki, biz bunu edəcəyik, amma ola bilsin onun arxasıca biz göz dibini müalicə etməliyik, ola bilsin iynələr olunacaq, ola bilsin lazerlə torlu qışa bərkidiləcək və tutağım deyirik ki, yaşa bağlı sarı ləkə xəstəliyiniz var, ola bilsin ki, mərkəzi görməniz bərpa olmasın. Onda xəstə dediyimizi qəbul edir və verdiyimiz görməni belə deyək, ona qane ola bilir. Tribunamızdan istifadə edib vətəndaşlara müraciətiniz nədir? Vaxtında göz həkiminə müraciət etsinlər. Gözləməsinlər ki, gözləri tutulsun. Tutağım sizin iki gözünüz var, bunlar bərabər görməlidir. Hal-hazırda bizə baxırsınızsa bir gözünüzü bağlayın, sonra o birisi gözünüzü bağlayın və görmə itiliyinizi sadəcə televizora baxa-baxa özünüz evdə olaraq da təyin edə bilərsiniz. Əgər orada bir problem varsa, dərhal göz həkiminə müraciət edin. Gözlər qəlbin aynasıdırmı? Elə deyirlər, amma mən deyərdim ki, gözlər xəstəliklərin aynası. Sonda bir ənənəvi sualımız da var, onu da bildirmək istəyirəm. Veriliş olaraq bizə təklifiniz nədir? İstəyərdim ki, yerindəcə biz əməliyyat edərkən, xəstələrlə ünsiyyət edərkən, xəstəxananın ümumi planını, vəziyyətini, sağ olsun ölkə başçımız, sağ olsun şəhər rəhbəri çox gözəl bir xəstəxana inşa ediblər. İstəyirəm bizə qonaq gələsiniz. Sadəcə istəyirəm bizə qonaq gələsiniz. Biz necə işləyirik, bizi vətəndaşlara Sizin göstərəsiniz. bir gününüzü təqdim edin ki, nə edirik. Ola bilsin vətəndaşları dinləyəsiniz, onlardan da təkliflər olacaq. Bax belə. Təşəkkür edirəm, Çox sağ olun. dəvətimizi qəbul Çox sağ edib olun. gəldiyinizə minnətdaram. Hörmətli izləyicilər, xatırladım ki, qonağımız Sumqayıt Tibb Mərkəzinin Çin şəhər xəstəxanasının oftalmologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Leyla xanım Qəhrəmanova idi. Gözünüzün nuru heç vaxt sönməsin. Çalışın, sağlam olun.